həkimlərin təbabəti mənə 10 illik verdiyi dərmanların şəfasını bir dəfə icama ilə tapıram. Ona görə də sizə minnətdaram. Dedilər, toydur, bu axşam çağı, susdu tayan, dindi kaman, mən inanmadım, ay aman ay, aman ay. Yaşamaq yanmaqdır, yanasan gərək. Həyatın mənası yalnız ondadır. Şam əgər yanmırsa, yaşamır demək. Onun da yaşamağı yanmağındadır. Oy, çox sağ ol İntizar xanım. Sən əgər bu yerlərdən qanadına məni də al, məni də al. Baxın, həm baş icaması olur, o qədər komfortludur, rahatdır, ağrısız da, adətən qorxanlar üçün bunu deyirik. Və gözəldir, hicamamız da gedir. İntizar xanım da öz gözəl sözlərinə bizi feyziyab eləyibdir. Qan axışı görünəcə mükəmməldir. Zaman qutardı gözəl sədalarla. Bəli, zəli ondan da gözəldir. Zəli də onun davamçısıdır. Onu tamamlayır. Çox gözəl bir effekt alınır. Çox gözəl, çox gözəl. Qolum sınsa, gözüm çıxsa yolunda. Həkim olsan, bağlamarsan eləmi? Cavan ölsən, ellər mənə ağlasa, sən yas tutub ağlamarsan eləmi? Bu da sizin üçün bir şeir. Çox şadam, vallahi Allah hamd olsun. Bugün mənim ömrümün ən gözəl günüdür.